Salam dəyərli şagirdlər və abituriyentlər. İzahlarımıza davam edirik. Deməli, bugün 20 sınaq, DİM-in 20 sınaq vəsaitinə, yəni blok imtahanı üçün nəzərdə tutulan 20 sınaq vəsaitinə sınaq 11-in, yəni ümumi sınaqların izahına başlayırıq. May ayının sonuna etibarən bilirsiniz ki, mayın 25-i ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Onun üçün imtahan öncəsi təkrar mahiyyəti üçün dedim bu sınaqların izahına baxaq. Deməli uşaqlar, sınaq 11 ümumi sınaqdır. Burada bütün proqram əks olunur. Gəlin başlayaq birinci sualdan. Sualımızın izahına keçməmişdən öncə dəstək olmaq üçün abunə olmağı və videolarımızı dostlarla paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq. Deməli deyir ki, quruluşu eyni, tərkibi müxtəlif olan sözlər. Quruluş nədir? Sadə düzəltmə mürəkkəb. Tərkib nədir? Kök və leksik şəkilçi. Elə deyil. Gəlin baxaq. Məsələn, coşqunluq sözün kökü nədir? Coşmaq, coşqun, coşqunluq. Düzəltmə. Yurd, yurdumuz da. Bu iki qrammatikdir. Demək bu düzəltmədir, bu sadədir. Eləmi? Bir dəfəlik mürəkkəbdir, eləmi? Dostlar, dost sözün kökülər qrammatik, bu sadədir. Bulaqlardadır, bu da sadədir. 3 dənə sadə var uşaqlar. 2, 4 və 5. Gəlin tərkibinə baxaq, görək bunlarda uyğunluq təşkil edən hansılardır. Yurdumuzda 2 qrammatikdir. Eləmi? Dostlarda 1 qrammatik. Bu getdi. Bulaqlardadır. Demək, bulaq sözün kökü, eləmi? Lar, dadır. Burada da oldu 3 qrammatik şəkilçi. Nə oldu? Birində 1 oldu, birində 2 oldu, birində 3 oldu. Eləmi? Səndə nəzir tərkibi müxtəlif olsun. Elə hamısı tərkibi müxtəlif olduğu üçün cavabımız olacaq B variantı. Klasteri tamamlaya bilən sözlərdir. Deyir ki, bütün şəkilçilər fərqli tələffüz olunur. Oğlan sözün kökü lar, nar kimi tələffüz olunur. Hələm dırda r'sı düşür. Bildiyimiz kimi xəbəri şəkilçisi dırın r'sı düşür. İndi gəlin baxaq ki, hansı sözlərin bütün şəkilçiləri müxtəlif tələffüz olunur. Dastanda. Dastanda. Dadır burada qrammatik şəkilçi, eləmi? Olduğu kimi tələffüz olunur. Burada bir fərq yoxdur. Qorxaqlıq, qorxmaq, qorxaq, qorxaqlıq. Bax, qorxaq deyirsən, bu x-dır. Qorxaqlıq deyirsən, bu da x-dır. Hər iki şəkilçisi müxtəlif tələffüz olunur. İkini bura yazırsan. Sonra böyüməkdən böyükdür, böyüklükdür. Böyüklük, böyük, böyüklük. Demək, lığı müxtəlif cür tələffüz edirsən. Böyüklük. Buradakı k da x kimi tələffüz olunur, eləmi? K. Hər ikisində k nə olur? X kimi tələffüz olunur. Böyüklük. Ona görə elə bu sözü də götürə bilirik. Sonra gözləyəcək. Gözləyəcək. Balə d-dan tələffüz olunur. Bu da x-dan tələffüz olunur. Gözləyəcək. X-dən. Ona görə bunu da götürürsən. Görünmüşdür. Burada mış şəkilçisi olduğu kimi tələffüz olunur. Görünmüşdür. R düşür, n-mıya çevrilir. Burada mış şəkilçisi amma olduğu kimi tələffüz olunur. Bütün şəkilçilər müxtəlif tələffüz olunur. N-dır müxtəlif tələffüz olunur, d-dır. Amma mış şəkilçisi müxtəlif tələffüz olunmadığı üçün olduğu kimi qalır. Ona görə onu götürə bilmirsən. Ona görə cavabın nə olur? 2, 3, 4. A variantı. Sonra müstəqil cümlə üzvü olan hansı sözlər sintaksik əlaqənin aslı tərəfi kimi də çıxış edir? Baxaq. Sən təsir edəcəyini bildiyin sözü söylə. Söylə kimsən. Deməli bu nədir? Mübtəda xəbər. Mübtəda xəbərdə birinci nə olur? Əsas. İkinci nə olur? Aslı. Normalda birinci aslı sonra əsas gəlmir. Amma uzlaşma əlaqəsində mübtəda xəbər arasında olmur. Elə deyil. Deməli, söylə sözü aslı tərəf kimi çıxış edə bilir. Sözü söylə. Məsələn, bu zaman nə olacaq? Aslı tərəf sözü olacaq. Əsas tərəfdə söylə olacaq. Çünki normal cümlə özləri arasında sintaktik əlaqədə birinci aslı, sonra əsas gəlir də. Yəni, sən 5-ci sözü mütləq götürə bilirsən. Məsələn, bunlar getir. Qalır 1-5 və yaxud da 4-5. Sən mübtədasını heç vaxt aslı kimi düşünə bilmirsən. Mübtədadırsa əsas tərəf olur. Aslı tərəf olmur. Ona görə 1 də getdi. Cavabın nə qaldı? 4 və 5. Elə sözü söylə deyəndə
Gördüğünüz kimi bunu asılı bir tərəf seçdik. Elə birinci tərəf asılı, ikinci tərəf əsas oldu. Cavabımız oldu D variantı. Cümlədə işləndiyi zaman sualı ilə fərqlənən fiili müəyyən edin. Demək, fikirləşmək nə etmək, soruşur nə edir, topla nə et, oxuyarkən nə zaman, görüşdü nə etdi. Bu da təsviflənməyən fiildir. Eləmi? Bir dəqiqə. Təsviflənməyən fiildir, amma fikirləşmək də təsviflənməyən fiildir. Burada deyir ki, cümlədə işləndiyi zaman. Məsələn, sən bunları cümlədə işlət. Topla nə et? Eləmi? Sən bunu cümlədə də işlədəndə yenə fiilin sonuna cavab verəcək. Nə etdi sonuna cavab verəcək. Nə etdi görüşdü. Nə edərkən oxuyarkən. Nə edir soruşur. Amma fikirləşmək gözəl işdir. Məsələn, nə fikirləşmək? Çünki bu həm ismin, həm fiilin xüsusiyyətini daşıdığı üçün, eləmi? Cümlədə artıq fikirləşmək sözü nə etmək sualına cavab verməyəcək. Nə sualına cavab verəcək. Buna görə cavabımız A variantı olur. Cümlədə işləndiyi zaman şərtini unutmamaq lazımdır. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin deyir. Bir bura baxsana. Bir burada nədir? Ədat. Eləmi? Millət elə nurdur ki, bu bağlayıcıdır. Gördüyünüz kimi vergüllə ayrılıb və iki cümləni bir-birinə bağlamağa xidmət eləyir. Onun qarşısında zəncirlər əriyir. Bu ikisi haqqındadır, eləmi? Yerinə görə əsas nitq hissəsi ilə amonim ola bilir. Bu hansıdır? 1. Yerinə görə əsas nitq hissəsi ilə amonim ola bilir. Say ola bilər də, yerinə görə elə deyil. Məsələn, sən 1-ə elədin. Cümlə özü kimi işlənib, heç birisi cümlə özü kimi işlənməyib. Köməkçi nitq hissəsi ilə amonim ola bilir. Özü köməkçi nitq hissəsidir. Və nə deyir? Sənə köməkçi nitq hissəsi ilə 1-in digər amonim tayı nədir? Say. Bu getdi. Amma 2-nin digər amonim tayı nədir? Qoşma. Daha doğrusu ədat. Üzr istəyirəm. Ədat. Sən ki belə deyildin, məsələn. Burada nə oldu? Ədat oldu. Köməkçi nitq hissəsi ilə amonim ola bilən nə oldu? Deməli, 2. Əlaqələndirmə vasitəsidir. Tabiri mürəkkəb cümlə bir-birinə bağlayan vasitə 2 bağlayıcısıdır. Sözün təsir gücünü də artıran ədatdır. Demək, 2-yə CD olacaq, 1-ə AY. Cavabımız oldu E variantı. Cədvələ uyğun fikirləri müəyyən edin deyir. Sərbəst söz birləşməsidir. İstənilən məqamda sabit söz birləşməsidir. Sabit söz birləşməsi də frazeoloji birləşmə. Sərbəst söz birləşməsi bildiyimiz bu dilimizdə istifadə etdiyimiz söz birləşmələri. Eləmi? Gözdən itmək, həyat vermək, ara sıra danışmaq. Gözdən itmək nədir? Frazeoloji birləşmə. Elə deyil. Sonra həyat vermək də həmçinin. Əməl etmək, bu söz birləşməsi deyil ümumiyyətlə. Mürəkkəb feildir. Bu ona görə çıxır. Ara sıra danışmaq feili birləşmə sayılır. Bu tərəfdən sadəcə 3-ü götürə bilirsən. 1, 2, 4. 1, 2, 4 olan variantları siləndə qalır 3, 5, 6 və yaxud 3, 5, 7. 3, 5 deməli rahatdır. 7-ni istənilən halda sabit söz birləşməsi düşünə bilmirsən. Başa vurmaq. Bir var götürsən əşyanı hər hansısa bir şey başına vurursan, eləmi? Bir də var ki, yaxşılığı başa vurmaq. Bu zaman artıq olur frazeoloji birləşmə. Yəni istənilən məqamda sabit söz birləşməsidir. Fikri yanlışdır. Çünki mən məsələn götürürəm hər hansısa bir kitabı götürüb uşağın başına vururamsa, o zaman nə olur? Bu artıq söz birləşməsi olur. Sabit söz birləşməsi olmur. Sərbəst söz birləşməsi olur. Buna görə 7 bura uyğun gəlmədi. Cavabımız olacaq 3, 5, 6 E variantı. Sonra nöqtələrin yerinə hansı söz əlavə olunsa cümlənin şəxsə görə növü digərlərindən fərqlənər. Qanunlara həmişə hər yerdə riayət edin. Bu nə olacaq? Şəxsə görə növü nə olacaq? Siz müəyyən şəxs cümlə. Düzdür, gəlin variantı yanlayacaq. Müəyyən şəxsli cümlə. Eləmi? Əməl edirik kim? Biz. Bu da müəyyən şəxs cümlə olacaq. Əməl etməlisiniz kim? Siz. Bu da müəyyən şəxs cümlə olacaq. Hər yerdə inanaq kim? Biz. Bu da müəyyən şəxsi cümlə olacaq. Əməl edilməlidir. Bu artıq olacaq şəxsi cümlə.
Cümlə üzərinə görə sintaktik təhlil olunmayan cümlə. Nə? Cümlə üzvlərinə görə sintaktik təhlil olunmayan cümlə. Bəli, doğrudan da lazımdır. Burada lazımdır xəbərdir. Eləmi? Sənin fikir vacibdir xəbərdir. Dostlar, məncə də yox. Demək, dostlar xitab, məncə modal söz yox da ədad. İnkarlıq ədadı. Eləmi? Heç birisi olmur. Cavab olacaq variantı. Hansı cümlələrin tərkibində bərabər hüquqlu cümlə üzvləri yoxdur? Bərabər hüquqlu cümlə üzvləri yoxdur. Yəni tabi həmcins üzv yoxdur, eləmi? Səbir və zaman güc və həvəsdən daha böyük işlər görür. Nə? Səbir və zaman bərabər hüquqlu cümlə üzvləridir. Tarixçilər keçmişi, ideoloqlar isə gələcəyə saxtalaşdırırlar. Və saxtalaşdırırlar kim? Tarixçilər nəyi keçmişi? İdeoloqlar isə gələcəyə. Burada isə özünün mübtədası var, eləmi? Mübtədası ayrıdır. Tarixçilər saxtalaşdırır, ideoloqlar gələcəyi saxtalaşdırır. Həmcins xəbərli sadə cümlə olur, yoxsa mürəkkəb cümlə? Biz bunu götürməliyik. Demək, saxtalaşdırırlar sözü burada da ixtisar olunub. Eləmi? Burada həmcins mübtədalı yox da tabesiz mürəkkəb cümlə olaraq bunu götürməliyik. Tarixçilər keçmişə saxtalaşdırır, ideoloqlar gələcəyə saxtalaşdırır. Çünki gələcək və keçmiş sözdə gördüyünüz kimi fərqli üzvlər, fərqli mənalar olduğu üçün sən bunu həmcins mübtəda götürə bilmirsən. Kiçiyə mərhəmət eylə, kimsən, böyüyə itaət eylə. Burada da itaət eylə sözü ixtisar olunub. Bu da mürəkkəb cümlə sayılır. Yazmaq və öyrənmək istəyəndə, anda feil birləşmənin tərkibində olur. Yazmaq və öyrənmək istəyəndə nə zaman? Hamısı birlikdə, eləmi? Zərfli olacaq. Sonra dostlar, qardaşlar, indi vətən göylərində sülh göyərçinləri qanad çalır. Vətən göyün sülh göyərçinləri. Burada ümumiyyətlə yoxdur ki. Demək, yazmaq və öyrənmək istəyəndə hamısı birlikdə zərfli olduğu üçün burada yoxdur. Eləmi? Tarixçilər burada da mürəkkəb cümlə olduğu üçün yoxdur. 2, 4, 5 qalırdı. Eləmi? Cavabımız olacaq D variantı. Altından xətt çəkilmiş cümlədə mübtəda ilə bağlı doğru fikri müəyyən edin. Kim desə eybini dostundur inan. Gizlədən sənin üçün ilandır ilan. Gizlədən sənin üçün ilandır ilan. Mübtəda ilə bağlı doğru fikirləri müəyyən edin deyir burada. Demək, adlı halda olan ümumi isimlə ifadə olunub. İsimlə deyil də feili sifətdən ifadə olunub. Gizlədən. Nəsə ona cavab verir. Kimsə ona cavab verir. Eləmi? Feili birləşmə ilə ifadə olunub, birləşmə deyil. Feili təsriflənməyən forması ilə ifadə olunub. Gizlədə iki sözlə ibarət deyil, bir söz. Necə birləşmə olsun? Feili xəbərlə qrammatik əlaqəyə girib, ismi xəbərlə qrammatik əlaqəyə girib. Adlıq halda isim olmayan sözlə ifadə olunub. Bəli, adlıq halda da, amma isim olmayan, yəni feili sifətlə ifadə olunub. Cavabımız olacaq burada E variantı. Nöqtələrin yerinə hansı söz artırılsa cümlənin tərkibində əlavə də olar. O istirahət edir, yəni yatır. Yəni burada əlavənin tərkibində bilirik ki, aydınlaşdırma bağlayıcısı iştirak etməlidir. Cümlə haqqındakı yanlış fikirləri müəyyənləşdirin. Olsun ki, bugün yenə qalib gələcəksiniz. Olsun ki, bugün yenə qalib gələcəksiniz. Nədir? Yanlış fikirləri müəyyən edin. Olsun ki, burada nədir? Modal söz. Eləmi? Yəni, sintaktik baxımdan baxsan, ara sözdür. Bugün yenə olsun, yəni problem yoxdur mənasında. Bugün yenə qalib gələcəksiniz mənasında işlənir. Demək, bu oldu ara söz. Bir qrammatik əsası var. Yanlış fikir istəyir. Bu doğru fikirdir. Tərkibi siyah arasında tabellik bağlayıcısından istifadə olunub. Xeyr. Cümlə üzvlərinə görə sintaktik təhlil sxeminə uyğundur. Gəlin baxaq. Bugün qalib gələcəksiniz yenə. Bu olur.
Bu sxem uyğun deyil, çünki burada tabi mürəkkəb cümlədən söhbət getmir. Birinci cümlə, ikinci cümlə məsələsi yoxdur. Olsun ki, orada ara sözdür. Cavabımız olacaq 2, 4, 5. Sənə sadiq olana sən də sədaqətli ol cümləsində fərqli tələffüz olunan sözün fonetik xüsusiyyətlərinə aid doğru fikir. Sənə sadiq olana sən də sədaqətli, eləmi? Ol. Sənə sadiq olana sən də sədaqətli ol. Orada l-d kimi tələffüz olunur. İkinci hecanın saiti yazılışına fərqli tələffüz olunur. Burada belə bir şey yoxdur. Saitdə fərqli tələffüz olunur yoxdur. Tərkibində bir kar samit var. Sədaqətdir. S-t 2 dənədir. Hər hecanın tərkibində samit var. Sədaqətdir. Düzdür, hamısında var. Kar cingidir, samit cütlü işlənib. Bəli, t-d işlənib. Eyni səs yerinə görə müxtəlif hərflər ifadə. Nə? Eyni səs. Bəli, burada da d, burada da d səsi var, amma birində d-dan, birində isə l ilə yazılıb. Müxtəlif hərflərlə yazılıb eyni səs. Cavab olacaq 13-də 3, 4, 5. Əsas vəzifəsi numerativ söz. Baxın, stəkan məsələn. Bildiyimiz çay içmək üçün istifadə etdiyimiz stəkan. Bunun demək əsas vəzifəsi isimdir. Sadəcə bir stəkan su kimi birləşməsində bu olur numerativ söz. Bunun əsas vəzifəsi isimdir. Yəni numerativ söz deyil. Sonra vaqon, bildiyimiz qatarın vaqonu, əsas mənası bunun isimdir. Sonra kisə, bunun əsas mənası isimdir. Qaşıq, bunun əsas mənası isimdir. Yəni bildiyimiz qaşıq, yemək yerkən istifadə etdiyimiz, lakin bir qaşıq su, bir qaşıq xörək, məsələn, bu zaman olur numerativ söz. Bəzi sözlər bilirik ki, isimlər yerinə görə bəzən də numerativ söz kimi işlənə bilir. Eləmi? Amma nəfərdir, cütdür, dəstdir, ədəddir, dənədir, başdır. Bunlar nədir? Əsas vəzifəsi numerativ söz olanlardır. Cümlədəki zərflə bağlı doğru fikir. Həqiqəti söyləməzdən əvvəl yaxşı-yaxşı fikirləşmək lazımdır. Yaxşı-yaxşı zərfdir. Təkrarlanan sifətlər bilirik ki, zərf olur. Deyilmi? Həqiqəti söyləməzdən əvvəl yaxşı-yaxşı fikirləşmək lazım. Quruluşuna görə digər sözlərdən fərqlənir. Bu mürəkkəbdir. Bu mürəkkəbdir. Ona görə quruluşuna görə digərindən fərqlənir. Feilə aid deyil. Yaxşı-yaxşı fikirləşmək feilə aiddir. Nə zaman sualına cavab verir, necə, nə tərzdə? Zərflik yerində çıxış edir. Bəli, tərz hərəkət zərflidir, nə zaman deyil. 1-4 olacaq A variantı. Cümlələrin birində ara sözün işlənmə yeri fərqlidir. Demək, hər şeyi olduğu kimi danışmaq lazımdır. Burada ara söz cümlənin əvvəlində işlənib. Yəqin, burada da əvvəldə işlənib. O doğrudan da artıq cümlənin ortasındadır. Əlbəttə əvvəldədir, zənnimcə əvvəldə. Yəni açıq-aşkar görür ki, cavab burada C variantdır. Üzərində rəqəm yazılmış sözlər səsində doğru fikirləri müəyyən edin. Cavanlıqda odun yığsan, qocalıqda üstünə üşüməzsən. Üzərində rəqəm yazılan sözlər. Hal şəkilçilidir. Cavanlıqda. Odunda yoxdur məsələn. Hal şəkilçisi. Uyğunlaşdırma istəyir. Tamam. Demək 1-ə uyğunlaşdıracaq, 2-yə uyğunlaşdıracaq. Demək hal şəkilçilidir. Cavanlıqda odun yığsan. Cavanlıq nə zaman sualına cavab verir burada cavanlıqda? Nədə sualına cavab vermir? Hal şəkilçili deyil. Adlı haldadır. Odunu yığsan. Bu da adlı halda deyil. Zaman zərflidir. Cavanlıqda zaman zərflidir. Yayda, qışda, payızda, dadə qoşulursa ismə və o nə zaman sonra cavab verirsə, bilir ki, zərf düzəldən şəkilçi olur, leksik şəkilçi. Tamamlığın sualına cavab verir. 2. Eləmi? Sonra baş üzdür heç birisi. 1-ə C, 2-ə D oldu da, elə deyil. 17-yə B variantı. Öyrədərək öyrənmək çox səmərəli üsuldur. Bəli, düzdür. Altına diqqət çəkilmiş hər iki söz. Öyrədərək öyrənmək. Quruluşca sadədir. Öyrətmək, öyrənmək sadədir. Necə sualına cavab verir? Necə, nə tərzdə? Necə öyrədərək, nə öyrənmək? Nə deyir? Hər iki sözlə bağlı
ortaq xüsusiyyəti ilə A variantı oldu. Quruluşçu sadə olması. Necə sualına cavab verəm budur. Bu deyil. Müstəqil cümlə üzvüdür. Nə öyrədir ki, öyrətmək? Xeyr. Müstəqil cümlə üzvü deyil. Məsələn, heç birisi ikisi birlikdə məsələ tərkibidir. Yalnız feilin xüsusiyyətini daşıyır. Xeyr. Biri feil ismin, biri feil zərfin. Məsələ formasında olan sadəcə ikincisi, birincisi deyil. Cümlədə bərpa olunmalı durğu işarələrinin sayını müəyyən edin. Söz var, gələr, keçər. Söz var, dələr, keçər. Və burada harda qoyacaqsan? Söz var, eləmi? Sonra gələr, keçər. Sonra keçərdən sonra bir dənə söz var, dələr, keçər. Söz var, gələr, keçər. Söz var, dələr, keçər. Bəli. Nə oldu? 3, 5, 7. Cümlədə hansı söz dəyişməklə ədəbi dilin normasını bərpa etmək olar? Biz bütün günü şəhərin muzeylərini, tarixi sahələrini gəzdik. Biz bütün günü şəhərin muzeylərini, tarixi sahələrini gəzdik. Burada tarixi sahə deyil də tarixi ərazilərini, tarixi yerlərini olsa daha yaxşı olar. Leksik normanı pozur. 4-ü dəyişməz. Yalnız baş sözlərdən ibarət nəqli cümlə. İşdən zövq alanlar həmişə gülərüz olurlar. Bu nəqli cümlədir, eləmi? Kim? İşdən zövq alanlar gülərüz olurlar. Nə zaman? Bu yalnız baş sözlərdən ibarət deyil. Sevincimi sevdiklərimlə bölüşəndə nə zaman? Bu da yalnız baş sözlərdən ibarət olmayacaq. Ötəri istəklərin arxasınca qaçmaq axmaqlıqdır. Nə? Ötəri istəklərin arxasınca qaçmaq. Məsələ tərkibi mübtədadır, bu da xəbər. 1-3. Kədəri saxta olanın sevinci də saxta olar. Saxta olar. Kimin? Kədəri saxta olanın. Getdi. Ciddi insanın təbəssümü da daha gözəldir. Nə? Demək, ciddi insan təbəssümü gözəldir. Xəbər. Eləmi? Oldu 3 və 5. Sonuncu söz məcazi mənalı hansı sözlə əvəz olunsa aforizmin mənası dəyişməz. Sonuncu söz məcazi mənalı hansı sözlə əvəz olunsa hər yeni dərd əvvəlkini unutdurar. Əvvəlkini yox edər, mənasını dəyişməz deyir. Yox edər şey deyil, unutturmaq deyil. Yaddan çıxarır. Elə deyil, unutmaq nədir? Yaddan çıxartmaq. Cavab D variantı. Mənası dəyişməz deyir də. Sintaktik vəzifələri müxtəlif, sualı eyni olan cümlə üzvlərini müəyyən edin. Bu şirkət təcrübəli işçiləri yaxşı tanınır. Demək, baxın, təcrübəli də necə sualına cavab verir, eləmi? Yaxşı da necə sualına cavab verir. Bu feilə aid olduğu üçün zərfdir. Bu ismə aid olduğu üçün sifətdir. Eləmi? 3 və 5 buna görə olur burada cavabımız. Mürəkkəb cümlələri müəyyən edin deyir. Nə istəyirsənsə, axtarırsansa, onu özündən istə. Biri bu. Sağ səhədən görürük. Düşüncə ona deyərəm ki var. Tabii mürəkkəb cümləmiz var. Pul yaxşılıq üçün xərclənmirsə, ağır bir yükə çevirilər. Xərclənmirsə nə? Pul. Yox, sağ səhə. Pul yaxşı işlər üçün xərclənmirsə, bu da tabii mürəkkəb cümlə olur. Dövlətin malı nə odda yanar, nə də suda batar. Nə? Dövlətin malı. Həmcins xəbərlidir. Adına baxıb insana inanma, insana baxıb adına inan kimsən. Bu da getdi. 1, 2, 3. Fərqləndirilmiş sözlər əsasında Eyler Venn diaqramındakı səhvləri müəyyən edin. Elə mən də həmişə elə kitablar oxuyuram. Elə mən də bu olur ədat. Elə əsilməz. Elə kitablar burada olur əvəzlik.
Sonra suala cavab verir, suala cavab vermir. Qrammatik mənası var, hər ikisinin qrammatik mənası var. Səhvləri istəyir də səndən, elə deyil. Baxın bu suala cavab verir. Bu düzdür. Qrammatik mənası var, deyəsən ki, mənim elən qrammatik mənası var. Amma bunda qrammatik mənası var. Bu burada yazılmalıdır. Demək bu da səhvdir. Əvəzlikdir, bu səhvdir. Çünki əvəzlik burada olmalıdır. Bu əvəzlik deyil. Sifət əvəz edib düzdür. İzah etdiyi cümlə özünü tamamlıq vəzifəsindədir. Kitabları düzdür. Tamamlıqda. Demək cavab burada nə olacaq? 1, 2, 3. 1, 2, 3. Bir dəqiqə. Burada səhifə 54-ümüz yoxdur. Yoxdur. Demək buradakı izahlarımız 25-ə qədər düzülü hesab edən PDF-də digər səhifəmiz olmadığı üçün arxasına izah edə bilmirik. Sağ olun, növbəti dərslərdə görüşək.